Hacı, Bəli. hansı aktyoru tarixdə saxlayardın? Al Pacino yoxsa De Niro? İkisini birdən saxlamaq olmur. Yox, ancaq birini. Olsun De Niro. Marlon Brando yoxsa Anthony Hopkins? Bu nə suallar deyə? İkisi də çox böyük aktyordur, amma Marlon Brandonu saxlayardım. Sylvester Stallone yoxsa Arnold Schwarzenegger? Sylvester Stallone-ni seçirəm Rocky-yə görə sırf. Brad Pitt yoxsa DiCaprio? Ayda, bu da çox çətin oldu. Bilmirəm, bəlkə biraz azca fərqlə Brad Pitt-i saxlayaram. Van Damme yoxsa Bruce Lee? Hə, bu nədir? Lap məktəb vaxtı Van Damme döyər yoxsa Bruce Lee sualı oxşadı. Bruce Lee təbii ki. Bruce Lee ümumiyyətlə şərq döyüş sənətlərinin dünyada tanınılmasında əməyi danılmazdı və çox böyük təsiri var. Həm kino dünyasına da. Tom Hanks yoxsa Morgan Freeman? Bu da çətin oldu biraz. Tom Hanks-i saxlayardım. Arada Shawshank-dakı performansı getdi Morgan Freemanın. Clint Eastwood yoxsa John Wayne? İkisi də bunlar kovboy filmlərinin unudulmaz aktyorlarıdır. Bilmirəm, Clint Eastwood təbii ki, əfsanədir, amma John Wayne-i çıxartsaq, məncə kovboy filminin belə altı boş olur. Ona görə John Wayne-i saxlayıram. Joaquin Phoenix yoxsa Kristen Bale? Məncə Kristen Bale-i saxlayaq. Ən azından hər dəfə müxtəlif xəbərlər çıxır ki, bu dəfə 20 kilo kökəldi, bu dəfə 30 kilo arıqladı, həyatımıza rəng qatır. Ona görə Christian Bale. Christopher Waltz yoxsa Javier Bardem? Çox çətindir. Christopher Waltz biraz dünya kinosunda gec kəşf olundu. Sağ olsun Tarantino onu bizə qazandırdı. Amma mən Javier Bardem'i seçirəm. Xüsusilə onun Beautiful filmi var. Beautiful filmində möhtəşəm oynayır. Sırf o filmə görə. Yəni çox oynadığı möhtəşəm filmlər var. Daxildəki dəniz və s. Orada da möhtəşəm, amma Javier Bardem. Samuel L. Jackson yoxsa Denzel Washington? Samuel L. Jackson desəm, Azərbaycanda gizli bir Denzel Washington sevənlər var. Nə vaxt onu seçməsəm, məni öldürürlər. Amma həqiqətən də Denzel Washington daha yaxşı aktyordur. Ona görə Denzel Washingtonu saxlayardım. Bizim seçimlərimiz bunlar idi. Çalışdıq ki, bənzər oxşar karyeraları olan və ya eyni kökdən gələn insanları müqayisə eləyək, bir-birlərinə bab olsunlar. Müqayisə etmək istədiyiniz digər aktyorlar varsa, rəydə yazın fikirlərinizi. Bizimlə bölüşün, özünüzə yaxşı baxın.